Əslində mövzu çox sadədir. Nemətzadə hər birimizə tanış olan hazırlıqsız şagirdlərdəndir. Müəllimin ona verdiyi ev tapşırıqlarını heç vaxt dəftərinə yazmır. Çünki dəftərini hər dərs sonrası itirir. Tapanda isə artıq iş işdən keçmiş olur. Və növbəti dərs günü müəllim əsəbi halda içəri girib dəftərləri yoxlamağa başlayır. Nemətzadəyə çatanda görür ki, o yenə də dərsə dəftərsiz gəlib. Müəllimin səbri daşır və ona son xəbərdarlıq eləyir. Əgər sabah da dərsə bu halda gəlsən, səni məktəbdən qovacam. Bu oğlanın adı isə Əhməddir. Əhməd Nemətzadə ilə eyni sinifdə oxuyur. Həmin gün məktəbdən evlərinə gələn Əhməd dərslərinə hazırlaşmaq üçün çantasını açanda görür ki, çantasında öz dəftəri ilə birlikdə Nemətzadənin də dəftərini götürüb. Amma əsas məsələ bu deyil. Sinifdə oxuyan şagirdlərin bəziləri məktəbə çox ucqar kəndlərdən gəlirlər. Nemətzadə də o şagirdlərdən biridir. Və indi Əhməd bu dəftəri Nemətzadəyə qaytarmasa, sabah müəllim heç bir səbəb qəbul etmədən onu məktəbdən qovacaq. Amma Əhməd nə Nemətzadənin yaşadığı kəndi, nə də qaldığı evi tanımır. Amma buna rəğmən qarşısına bir məqsəd qoyur. Bu dəftər sabaha kimi mütləq Nemətzadəyə çatmalıdır. O zaman sualımızı verək. Nemətzadənin evi hardadır? Əhmədin dili ilə desək. Dostumun evi hardadır? Əhməd üçün məqsədinə gedən yolda qarşısına çıxan ilk maneə ailəsi olur. Avtoritar bir ana fiquru bizi qarşılayır. Bu qadının işi paltar yumaq, uşaq böyütmək və ərinin yolunu gözləməkdir. O, cəmiyyət tərəfindən qadın üçün biçilmiş ənənəvanı obrazını mexaniki bir maşın kimi mükəmməl şəkildə icra edir. Nədir bir cəmiyyətin qadına qoyduğu tələblər? Uşaq doğmalı, onlara baxmalı, evi təmiz saxlamalı, ərinə qulluq eləməli və böyüklərin sözündən çıxmamalıdır. Bu zorakı tələblərin bir qadını nə qədər yorub əldən saldığını kobud şəkildə Əhmədin anasına baxaraq görmək olur. O uşağını dinləmir, daim danlaq vurur, daim əsəbidir, bir an olsun belə dayanmır, həmişə nə iləsə məşğuldur. Bir yerdən sonra elə bir təəssürat yaradır ki, sanki bu qadın ruhsuz, cansız bir heykəldir. Ailədə digər avtoritar fiquru isə nənə obrazıdır. O, daim yuxarılarda gəzir və çiçəkləri sulamaqla məşğuldur. Əslində hərəkətində rəng olmalıdır, çünki gül sulamaq bir canlıya həyat verməkdir. Amma o bunu o qədər mexanik eləyir ki, sanki gülü yox, bir daşa su verir. Çünki gülü sulayarkən belə güllə məşğul deyil, Əhmədə irad tutur, onu nəzarətdə saxlayır. Bu görüntüləri izləyərkən ağlıma ilk dəfə 2016-cı ildə New Yorkda sərgilənən və dünyada böyük rezonans doğuran Özümə kömək eləyə bilmirəm adlı əsər gəldi. Əsərdə böyük şəffaf bir şüşənin içinə bir sənaye robotu yerləşdirilib. Bu sənaye robotunun tək bir missiyası var. Ətrafa sızan və yayılan qırmızı mayeni daim olaraq mərkəzə doğru süpürmək. Robotun qolu hər dəfə qırmızı mayeni mərkəzə yığanda maye yenidən ətrafa yayılır. Robot heç vaxt o mayeni təmizləyə bilmir. 2019-cu ildə bu əsər yenidən, bu səfər Venesiyada sərgilənərkən qlobal miqyasda rezonans doğurur. Çünki bu səfər robotun hərəkətlərində bir qəribəlik müşahidə edilir. İlk sərgidə robot çox sürətli, çevik və sanki xoşbəxt hərəkətlər eləyirdi. Hətta bəzən sərgi izləyicilərinə rəqs edirmiş kimi gəlirdi. Lakin illər keçdikcə həm mexaniki aşınma, həm də proqramın quruluşu fərqli bir mənzərə yaratdı. Robot getdikcə yavaşladı, hərəkətləri ağırlaşdı, paslandı və sanki yoruldu. 2019-cu ildə sərgi başa çatanda və robotun enerjisi kəsiləndə o, qan gölməçəsinin düz ortasında dayandı. İnsanlar bunu robotun ölümü kimi qəbul etdilər. Çünki o, öz hidravlik mayesini təmizləməyə çalışarkən tükənmişdi. Filmə qayıtsaq, qarşımıza çıxan ana və nənə obrazlarında bu robotla oxşar bir hal müşahidə eləmək mümkündür. Ehtimal ki, bu ana obrazı ilk gənclik dövrlərində daha həvəsli, həyat dolu olub. Paltar yuarkən də, uşağa baxarkən də onu müəyyən bir mənaya xidmət üçün eləyib. Amma illər ötdükcə məna itib, duyğular ölüb, məşğuliyyət çiyinə yüklənən bir məcburiyyətə çevrilib.
Elə buna görə də bu qədər ölü, bezgin, ruhsuz görsənir. Əhməd ona dəftəri geri qaytarmalı olduğunu deyəndə Əhməd eşitmir. Onu evdən çıxmağa qadağa qoyur. Əhməd nə qədər israr eləsə də anasını qəti şəkildə razı sala bilmir və geriyə tək bir yol qalır: evdən qaçmaq. Və Əhməd çəkinmədən bu yola əl atır. Çörək almaq adı ilə evdən çıxıb Nemətzadənin yaşadığı Poştin kəndinə üz tutur. Əhmədi hər kəsdən fərqli və xüsusi edən bir cəhəti var. O, qarşısına bir məqsəd qoydu: dəftəri Nemətzadəyə çatdırmalıdır. Çünki ona görə doğru olan budur. Əhməd öz doğrusuna o qədər möhkəm inanc duyur ki, heç kim onu bu yoldan döndərə bilmir. Nə anası, nə nənəsi, nə babası, nə də digər böyüklər. İnanılmaz bir sədaqətlə öz yolunda irəliləyir. Psixoloji olaraq heç kimdən asılı deyil. Məsələn, bu səhnədə Əhməd Nemətzadənin evini axtararkən başqa bir sinif yoldaşı ilə qarşılaşır. Onu da bu axtarışa dəvət edir. Amma sinif yoldaşı bunu qəbul eləmir. Kənddəki digər uşaqlar kimi atasına kömək eləməli, süd daşımalı olduğunu bildirir. Və heç kim Əhmədə yoldaşlıq etmir deyə onun axtarışı samanlıqda iynə axtarmağa bənzəyir. Bəzən asılqandan asılan bir qırmızı şalvar, bəzən mavi bir qapının izinə düşüb gedir. Çünki qarşısına çıxan kənd əhalisi yorğun, xəstə, bir-birindən xəbərsiz insanlardır. Bir baxma həyata olan həvəs və maraqlarını çoxdan itiriblər. Əhmədin axtarışı onlar üçün heç bir xüsusi məna ifadə eləmir. Filmdə bəzən elə səhnələr olur ki, düşünürük ki, Əhməd axtardığını tapdı. Məsələn, qırmızı şalvar simvolu. Əhməd onu ilk dəfə Nemətzadə yıxılarkən onun əynində görmüşdü. Daha sonra onu axtararkən eyni şalvardan bir asılqanda görür və əmin oluruq ki, bu ev Nemətzadənin evidir. Daha sonra Əhməd soyadı Nemətzadənin soyadı ilə eyni olan bir adamın arxasına düşüb onu evinə kimi izləyir. Və evin girişində bir səhnə var. Nemətzadə ilə eyni boyda, hətta eyni qırmızı şalvarı geyinən bir uşaq atasına nərd aparır. Nərd uşağın üzünü gizlədib. Bu səfər əmin oluruq ki, o artıq Nemətzadəni tapdı. Soyadı eyni, şalvarı eyni, amma sonra bu ümidlərimiz də puç olur. Kiarostami bu səhnələrlə bizə nə demək istəyir? Bir pul təsəvvür eləyin. Deyək ki, 100 manat. 100 manata ən çox bənzəyən pul hansı puldur? 50 manat, yoxsa 10 manat, yoxsa 5 manat? Heç biri. 100 manata ən çox bənzəyən pul saxta 100 manatdır. Kiarostami bizə demək istəyir ki, çıxdığınız yolda həqiqət hesab etdiyiniz şeylər bəlkə də saxta, yalan həqiqətlərdir. Hardan bilirsiniz? Əgər Əhməd öz həqiqətini, yəni Nemətzadəni yaxşı tanımasaydı, bəlkə də dəftəri ilk dəfə onun şalvarına bənzəyən şalvarı gördüyü evin həyətinə qoyub gedə bilərdi. Və yaxud daha sonra onunla eyni soyadı daşıyan uşağın atasına verə bilərdi. Amma o aldanmadı, axtarışına davam elədi. Çünki nəyi axtardığını yaxşı bilirdi. Artıq hava qaralıb, Əhmədin yerinə narahat olmağa başlayırıq. Bu çox qəribədir. Düşünürük ki, anası evə qaydanda onu danlayacaq, atası cəzalandıracaq, babası tənbih eləyəcək, nənəsi qınayacaq. Qardaşını ona nümunə göstərəcəklər, çünki qardaşı ondan fərqli olaraq böyüklərin sözündən heç çıxmır. Bunlar bir yana 8 yaşındasan və gecənin bir vaxtı tanımadığın bir kənddə, tanımadığın insanlar arasında tanımadığın bir ev axtarırsan. Bu çox qorxunc gəlir. Amma Əhməddə bir zərrə olsun belə geri dönmək düşüncəsi yoxdur. Bir an olsun belə peşman olmur. Axtarışında nə qədər uğursuz olsa da, bir an olsun belə geriyə qayıtmaq barəsində düşünmür. Daim irəliləyir, daim axtarışına davam eləyir. Qəribədir ki, Əhmədin axtarışında töhfəsi olanlar ancaq öz yaşında uşaqlar olur. Böyüklər isə əksinə onun yolunda böyük bir maneədir. Amma günün sonunda Əhməd yaşlı bir kişinin evinə gəlir. İlk təəssüratda bu yaşlı kişi adama xoş gəlir. Sonra başa düşürük ki, onun bu qədər adama yaxın gəlməsinə səbəb yaşlı olsa da içindəki o çılğın uşaq ruhunu qoruyub saxlaya bilməsindədir. O tənha yaşayan biridir. Nə uşağı, nə də ailəsi yoxdur. Doğulduğundan bu yana bu kənddə böyüyüb. İndi bütün yaxınları, tanışları şəhərlərə dağılışıb, amma o buranı tərk etmək istəməyib. Çünki şəhərdə həqiqi dəyərlərin satışa çıxarıldığına, insanların yalançı həqiqətlər arxasınca qaçdığına inanır. Halbuki ona görə insan aid olduğu yerdə qalmalıdır. Filmin ən isti, doğma olan hissələri məhz bu hissələrdir.
Yaşlı kişi Əhmədi dərhal başa düşür və onunla bu axtarışa çıxan ilk şəxs də elə məhz özü olur. Yol boyu Əhməd tələsir, yaşlı kişi isə aramdır. Bir yerdə dayanıb bulaqdan su içdikləri bir səhnə var. Yaşlı kişi Əhmədi su içməyə dəvət eləyir. Amma Əhməd tələsdiyi üçün dəvəti qəbul eləmir. Daha sonra yaşlı kişi bulağın kənarından qopardığı bir gülü Əhmədə uzadır və onu əsla itirməməsini tapşırır. Əhməd gülü götürür və dəftərinin arasına qoyur. Bu səhnə olduqca simvolik bir səhnədir. Əhməd uşaq məsumiyyəti ilə hərəkət eləsə də, eyni zamanda böyüklərin ona diktə etdiyi o qorxu dolu, nəticə yönümlü dünyanın təzyiqi altındadır. Dostum dəftəri gətirməsə məktəbdən qovulacaq. Bu qorxu bəzən onu elə bir gərginliyə salır ki, o yolun özünü, ətrafdakı gözəllikləri, hətta yaşlı kişinin onunla ünsiyyət qurmaq, ona su vermək istəyini, anını qaçırır. Yaşlı kişi isə zamanın və məkanın fövqündədir. O, qaranlıqda belə o kiçik gülü görür, çünki tələsmir, aramdır. Onun üçün həyat harasa çatmaq deyil, sadəcə var olmaqdır. O, Əhmədə gülü verməklə sanki ona deyir. Dayan, ətrafa bax, məqsədin səni korlaşdırıb, bu anı qaçırma. Yaşlı kişi sanki bu hərəkəti ilə həm Əhmədi, həm də izləyicini, yəni bizi oyadır. Çünki bu hərəkətindən sonra həqiqətən başa düşürük ki, film boyu bizim də gözlədiyimiz tək şey Nemətzadənin tapılması olub. Hətta bu sona o qədər fokuslanmışıq ki, hekayənin keçdiyi yerləri, insanları belə ikinci plana atmışıq. Bəs Əhməd Nemətzadəni tapırmı? Bəli, o gecə yaşlı kişi ilə birlikdə Nemətzadənin evini tapırlar. Amma burada gözləmədiyimiz bir hadisə baş verir. Əhməd dəftəri Nemətzadəyə vermədən geriyə, evə qayıdır. Yeni bir dərs günü. Müəllim içəri girir. Hər kəs sinifdədir. Amma Əhməddən başqa. Müəllim tapşırıqları yoxlamağa başlayır. Nemətzadə üçün artıq çıxış yolu yoxdur. Elə bu anda bir şey olur. اجازه حالا کنار خوب شده شده گرفته از میشه من شده بینیشون اولین بار شد رو میباشم فهمیدی؟ چه خبره؟ بایی؟ پور اینکی نعمت سادی؟ شویش خوبه آقای نیمه ساده محمد رضا نعمت سادی خوبه آفر